Mərhəmətli və rəhimli Allahın adı ilə. Boşanma 2 dəfə olar. Bundan sonra qadını şəriyyətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarını aşanlar, məhz onlar zalimlardır. Əgər onu 3-cü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə, ona əvvəlki ərinə qayıtmaq halal olmaz. Əgər sonraki əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir. Onları anlayan adamlara bəyan edir.